İzahlarımı bəyənirsinizsə, bəyənməyi, abunə olmağı mütləq şəkildə unutmayın. Əgər bu cür izahlarımın davamlı olmağını istəyirsinizsə, yoldaşlarınızla da bölüşün, paylaşın ki, bu daha çox insanın qarşısına çıxsın, daha çoxuna yararı toxunsun və yenə də mənim üçün həm də bir motivasiya olacaq ki, izahlarım kimlərəsə yarayır. Və davamlı şəkildə bu cür video izahlar paylaşım sizinlə. Deməli, bizim bugünkü mövzumuz sonu cingitli samitlə bitən sözlərin tələffüzüdür. Cingitli samit dedikdə əlbəttə hər birinə aid deyil. Bu dördünə aiddir. B hərfinə, D hərfinə, G və C hərflərinə aiddir. Təkcə kökdən ibarət olarsa, həmin bu sözlər necə tələffüz olunur? Öz kar qarşılığı ilə əvəzlənir. Sonu bu ilə bitib olacaq P, D ilə olacaq T, kar qarşılığına çevrildi. G ilə bitib olacaq K, C ilə bitib olacaq Ç səsini verəcək. Yanında heç bir şəkilçi, heç bir söz olmadan, təkcə bu cür, bu kimi halda yazaq ki, sonu B, D, G, C samitləri ilə bitən sözlər öz kar, görünürmü? Öz kar qarşılığına çevrilir. Öz kar qarşılığına çevrilir. Nümunə yazaq buna. Məsələn, Polad. Polad. İndi deyin görün mənə. D ilə bitib, düzdürmü? Nə olacaq tələffüzdə? T-ya çevriləcək. Polad. Düz deyirsiniz. Sonra G ilə bitib. Nəhəng. Nəhəng. Nə olacaq tələffüzü? Öz kar qarşılığına çevriləcək. Nəhəng. Bu ilə İnnab. Bu ilə bitdi. Nə olacaq? İnnab. Düz deyirsiniz. Aha. Yaxşı. Birdə nə zaman öz kar qarşılığına çevriləcək? Təkcə kökdən ibarət olanda kar qarşılığına çevrildi. Amma burada uşaqlar hər zaman bu qayda özünü doğrultmur. Yenə də hər qaydanın olduğu kimi Azərbaycan dilində bilirsiniz ki, istisnasız bir şey yoxdur demək olar ki. Hər qaydanın olduğu kimi bu qaydanın da istisnası var. Məsələn, B hərfində. B hərfində təəssüb, təəccüb sözləri B-da da qalır. Təəssüb, təəccüb. Bu sözlər olduğu kimi qalır. Dəyişmir. Yəni istisnadır bunlar. Başqa nə zaman öz kar qarşılığına çevrilir? İkinci. İndi mən bunu silirəm. İkinci. Bu cür sözlərə samitlə başlanan söz və ya şəkilçi qoşulduqda nümunə yazaq. İnnab, innab. Gəlin buna samit artıraq. İnnabdan samitlə başlanan şəkilçi artırdım. Nə olacaq? Məsələn, B. Nə olacaq? P-ya çevriləcək. Nə üçün P-ya çevriləcək? Ona görə ki, samit gəlib. İnnabdan. Ondan sonra indi söz artıraq. İnnab, rəngi. Nə olacaq? Siz deyin mənə, nə olacaq? Samit gəlib. Bəli, P-ya çevriləcək. İnnab, rəngi.
Afərin. Qəşəng diqqətlə dinləyirsiniz. Fikriniz tam olaraq məndədir. Daha sonra başqa. İndi bunu mən bu hərfi ilə bağlı nümunəni yazdım. Bu əlbəttə ki, deməli D-ya da aiddir, C-ya da aiddir, G hərfinə də aiddir, dördünə də aiddir. Samitlə başlayan şəkilçidə artırsaq, samitlə başlayan sözdə artırsaq, kar qarşılığına çevriləcək. Əlbəttə, bu qayda bir halda təəssüb, təəccüb sözləri istisnadır. Bu ilə yazılır, B-də qalır. Bir də bir hecalı sözlərdə, məsələn, cod sözü D ilə bitib, bir hecalıdır, T-ya çevrilmir. Cod olmur. Oddur, od. Nümunə yazıram. Baxın. Od, ad, daha sonra ac. Baxın. Uşaqlar, bu sözlərdə dediyim qayda özünü doğrultmur. Niyə? Çünki leksik məna dəyişir. Leksik mənası dəyişir. İndi mən buna samit artıranda od, odlu, alovlu mənasını verir, eləmi? İndi mən buna samit artırmışam. Otdu T-ya çevirsəm, öz kar qarşılığına çevirsəm, bu artıq ot, göy, təbiət cismi, ot, yəni bizim bildiyimiz torpaqdan cücərən yaşıl otdan söhbət gedəcək. Leksik məna dəyişdiyinə görə biz bunu tələffüzdə dəyişə bilmərik. Od elə olduğu kimi qalacaq od. Ad elə olduğu kimi qalacaq ad. Adı atla, t ilə tələffüzünü versək, at heyvandır, ad isə əşya bildirir. Fərqli mənaları ifadə edir. Ona görə də olduğu kimi qalacaq. Ac sözü, ac, yəni yemək istəyi olan bir insana deyilir ac, əlamətidir onun. Aç, ç ilə versən, nəyisə qapını açmaq, aralamaq mənasındadır. Leksik məna dəyişir. Ona görə də olduğu kimi qalacaq, dəyişməyəcək. Yəni, bizim keçdiyimiz qayda, bəli, sözlərin əksəriyyətinə şamil olunur, amma bunların da istisnaları var. Yəqin ki, aydın oldu. B, D, G, C. Olduğu kimi qalır. Olduğu kimi qalır. Nə zaman olduğu kimi qalır? Saitlə başlanan söz və ya şəkilçi artırdıqda, söz və ya saitlə başlanan söz və ya şəkilçi artırdıqda olduğu kimi qalır. Məsələn, buludun, un artıraq, sait artıraq buna, olduğu kimi qalacaq, dəyişməyəcək. Buludun, dəyişmədi. Yazılışda da dəyişmir, tələffüzdə də əlbəttə ki, dəyişmir. Daha sonra, məsələn, nəhəng adam yazırıq. Adam. Nə olacaq? Baxın, G ilə söz bitib. Bundan sonra sait gəlib. Nə olacaq? Siz deyin mənə. Bəli, olduğu kimi qalacaq, dəyişməyəcək. Sait söz kökünə təsir eləmir. Necə var, o cürdə qalır. Nəhəng adam, dəyişmədi. Bir də belə bir qayda var ki, nə zaman sözün sonunun kar yoxsa cingiltili olduğunu bilmək üçün yazılışdan söhbət gedir. Yazılışda söz sonunun, məsələn, tutalım ki, palıddır, uşaq bilmir ki, palud sözü D ilə yazılır, yoxsa T ilə yazılır. Elə sual da bu cür verilir ki, söz sonunun kar yoxsa cingiltili ilə yazıldığını, bitdiyini bilmək üçün nə etməliyik? Həmin sözə saitlə başlanan söz və ya şəkilçi artırmalıyıq. Əgər saitlə başlanan söz və ya şəkilçi artırdıqda D-da, B-da, G-da qalırsa, deməli, həmin sözün yazılışı elə cingiltili ilə də bitir. Məsələn, palıd sözünü uşaq bilmir də, D ilə yazılır, T ilə yazılır. Palıda, sait artırdı. Palıda, aha.
Sait artıranda baxdı ki, palıta olmur, palıda olur. Deməli, həmin bu sözün elə yazılışı D iləndir. Palıdı. Aha. Yəqin ki, bu dərsimizdə aydın oldu. Nəsə izahda, nəsə anlaşılmaz bir şey olarsa, şərh bölməsinə yazmağı unutmayın. Məmnuniyyətlə cavablandıracağam.